Biz necə edə bilərik ki, stresslə effektiv mübarizə aparaq? İlk növbədə biz bilməliyik ki, necə həyatımızın prioritetlərini müəyyənləşdirək. Bu çox vacibdir. Yəni qısa müddətə və uzun müddətə planlar qurmaq lazımdır. Bunu dedikdə əksər insanların göstərdikləri nədir? Onlar belə böyük bir cədvəl göstərirlər, ora hər şeyi qeyd eləyirsən, A-dan Z-yə qədər nə etməlisən, nə görməlisən və bunu təbii ki, dildə demək asan olur, amma əməldə eləmək olduqca çətindir. O cədvəli düzəltmək və yaxud da dəftərə harasa yazmaq ki, nə edəcəksiniz, bu çox çətindir. Hər şey xırdalığından yazmaq olmur və düzünə qalsa biraz da belə yaşamaq maraqsızdır. Ona görə də yaxşı olardı ki, ilk növbədə beyninizdə canlandırasınız ki, sizin qısa müddətə və uzun müddətə etmək istədikləriniz nədir? Məsəl üçün qısa müddətə deyək ki, işdə müəyyən tapşırıqlar var, onu edəcəksiniz, və yaxud da deyək ki, hər hansısa evdə nəsə bir şey xarab olub və yaxud da maşında nəsə düzəltmək lazımdır. Bunlar qısa və ya hansısa bir sənəd olmalıdır. Bunlar qısa müddətli prioritetlərdir və bunlar bir tərəfdə olmalıdır. Uzun müddətlilər isə karyera ilə bağlı ola bilər ki, özünüzü məsəl üçün deyək ki, 4 il, 5 il sonra hansı formada təsəvvür edirsiniz? Bax bu qısa və uzun müddətə planlar əslində insana çox kömək eləyir ki, stress azalsın və gələcək qayğıları yavaş-yavaş yoxa çıxsın. Çünki stressin əsas mənbəyi bizim gələcək qayğımızdır. Yəni 1 saat sonra nə baş verəcək və yaxud da 1 gün sonra nə baş verəcək. Ona görə də bunları qeyd eləmək olduqca vacibdir. İlk başlarda 1-2 qeyd eləsəz kifayət eləyər. Yəni çoxlu burada qeyd eləməyə ehtiyac yoxdur. Belə. Digər bir məsələ təbii ki, nədir? Mən hər zaman dediyim disiplin məsələsidir. Yəni nizam-intizam olduqca önəmlidir. Nizam-intizam dedikdə, yəni burada əsgəri nizam-intizam səhər tezdən 6-da durdum, başladım. O belə bir deyim var. Deyir, motivasiya videosuna baxdım, gördüm ki, tezdən 6-da dururlar. Durdum tezdən 6-da bilmirəm nə edeyim. Belə yox əslində. Bu doğru deyil. Yəni nizam-intizam dedikdə biz burada gündə hər saat, hər dəqiqə nəsə etmək mənasına gəlmir bu. Nizam-intizam dedikdə eyni şeyləri təkrarlaya bilmək mənasına gəlir. Yəni insan əgər eyni addımları hər gün sıxılmadan, darıxmadan təkrarlamağı özünə vərdiş elətdirə bilirsə, öyrədə bilirsə və bu əslində böyük bir nizam-intizam göstəricisidir. Məsəl üçün mən işdə bəzən olur ki, hiss eləyirəm ki, yəni böyük bir rutinin içərisindəyəm, amma eyni zamanda başa düşürəm ki, bu həm də bir disiplindir. Çünki belə bir deyim var ki, məşhur bir idman ustası Bruce Lee həm də kinolarda çəkilir. Deyir, mən o şəxslərdən qorxmuram ki, onlar 10 min müxtəlif texnika bilirlər savaş üçün, yəni döyüşmək üçün. Mən o şəxslərdən qorxuram ki, onlar bir texnikanı 10 min dəfə məşq ediblər. Yəni bu çox önəmlidir. Bir şeyi, bir addımı, bir gedişatı dəfələrlə təkrar eləmək stressin azalmağına gətirib çıxardır. Beyin rahatlaşır, beynin proqnoz vermə qabiliyyəti yüksəlir. Yəni nə olacaq onun içərisində? Hə, bu gün bu addım olacaq, daha sonra belə bir addım olacaq və bu əslində rutinin içərisində bir disiplin formalaşır. Bu da stress hormonunun avtomatik olaraq aşağı düşməyinə gətirib çıxardır. Daha bir vacib məqam stressi azaltmaqdan ötrü nədir mən deyərdim? Bu idmandır. Yəni idman dedikdə burada zala gedib saatlarla məşq eləmək və yaxud da ağırlıq altına girmək belə şeylər nəzərdə tutulmur təbii ki. Yəni idman dedikdə nəzərdə tutulan məqam odur ki, insan çalışır ki, müəyyən qədər gün ərzində az da olsa müxtəlif hərəkətlərə cəlb olunsun. Məsələn, bu piyada gəzmək ola bilər. Əgər avtomobildən istifadə edirsinizsə, piyada gəzmək sizin üçün çox çətindir. Ona görə də günün müəyyən saatlarında və yaxud həftədə bir neçə dəfə piyada gəzmək, 8000, 10000 addım, təbii ki, sağlamlıq da buna icazə verirsə, niyə də yox? Yəni bir qədər yorulursunuzsa və yaxud da artıq çəki varsa və yaxud da həddindən artıq arıqsızsa, yəni belə deyək, çəki itirmək qorxusu varsa, təbii ki, bunu daha az da formada eləmək olar və yaxud da o şəxslərə də aid deyil ki, onlar məsəl üçün gündəlik olaraq artıq hərəkətdədirlər. Onlara mən deyərdim ki, əksinə daha çox oturmaq, dincəlmək. Yəni buna da mən gələcəm birazdan. Ona görə də əgər hərəkətsizlik varsa, avtomatik stress çoxalır. Beyində artıq qayğı formalaşmağa başlayır. Çünki biz oturduğumuz yerdə əgər özümüz özümüzə bir növ desək, bir məşğuliyyətimiz yoxdursa, beyin artıq narahat olmağa başlayır. Xırda addımlar ola bilər. Yəni burada heç də böyük işlərdən söhbət getmir. Çünki insan demotivasiya eləyən nədir? Yəni baxırıq
idman zalları və sair insanlar orada bir bodybuildinglə məşğul və istər-istəməz bu bizi demotivasiya eləyə bilər. Ona görə də bu çox vacibdir ki, xırda da olsa, yəni yavaş da olsa biz addımlarımızla başlayaq və hərəkətə keçək. Daha bir məqam nədir? Daha bir məqam stressi azaltmaqdan ötrü sosial əlaqələrdir. Bu çox vacibdir. Dostlarla mütəmadi olaraq ətrafınızdakı adamlarla kontaktda olmaq və bir şey də nəzərə alın ki, dostunuzun ətrafınızdakı insanların dediyi hər söz sizin xoşunuza gəlməyə bilər və bu normaldır. Bəli, bəli. Bu normaldır. Yəni o anı xatırlayın. Dostunuzla danışırsınız, tanışınızla və o insanın hər dediyi söz sizin xoşunuza gəlməyə bilər, razılaşmaya bilərsiniz. Amma burada bir qədər artıq razılaşmaq lazımdır, anlamaq lazımdır ki, yəni dostlar, ətrafınızdakı insanlar əslində sizin mövcudluğunuzun, varlığınız üçün mövcudluğunuz, varlığınız üçün olduqca önəmlidir. Yəni tək bu həyatda nəsə əldə etmək mümkün deyil. Ona görə də ətrafda olan insanlarla mümkün qədər yaxşı sosial əlaqələr qurmaq lazımdır. Yəni dostlarınızla imkan daxilində telefonla əgər vaxt yoxdursa fiziki görüşməyə bir görüşün, danışın. Fiziki vaxtınız varsa onlarla vaxt keçirdin. Hətta dostunuz olmayan insanlar belə sizi harasa dəvət eləyəndə dərhal bunu yəni yox deməyin. Gedin bir baxın, görün o mühitlərə düşün və istər-istəməz bu sosial əlaqələr stressin azalmağına səbəb olur. Yəni 1 saat kiminləsə üzbəüz danışmaq və ya da telefonda adi səslə danışmağın effektini, yəni heç bir şey verə bilməz. Yəni heç bir kitab oxumaq, heç bir gəzinti və yaxud da digər şeylər verə bilməz. Yəni bu da stressi azaldan amillərdəndir. Ona görə də nə edirik biz? Sosial əlaqələrimizi güclü tuturuq. Yəni mənalı olub-olmamağı o qədər də vacib deyil burada. Yəni bizə bəzən məna axtarırıq hər şeydə, bir inkişaf axtarırıq. Düşünürük ki, orada mütləq biz nəsə öyrənməliyik. Xeyr, öyrədici olmaya bilər, əyləncə xarakterli ola bilər. Sadəcə beyin belə deyək, özünü recharge eləsin və siz yenidən normal həyatda az stressli şəkildə yaşamağa davam eləyəsiniz və bu çox önəmlidir. Belə. Stressi azaldan daha gözəl faktorlardan biri də nədir? Bunu da mən istəyərdim paylaşım sizinlə. Yəni gözləntiləri azaltmaq. Gözləntiləri azaltmaq. Yəni nəsə bir şey edəcəksiniz, bir addım atacaqsınız və gözləntilərinizi mümkün qədər o məsələdə azaltmağınız vacibdir. Məsəl üçün deyək ki, bir harasa gedəcəksiniz və bir restorana gedəcəksiniz, məsəl üçün bir tanışınızla, dostunuzla və yaxud da həyat yoldaşınızla, nişanlınızla və bu restoranda gedəcəyiniz vaxtı gözləntilərinizi mümkün qədər aşağı salmalısınız. Yəni gözləntini aşağı salmaq, yəni yeməyin dadından tutmuş musiqiyə qədər, ətrafa qədər hər şeydə yəni minimum gözləntilər saxlamaq lazımdır ki, orada olası hər hansısa bir vəziyyətdə həm stress çox olmasın, həm də ki, istər-istəməz siz olduğunuz mühitdən daha çox zövq ala biləsiniz. Yəni bu çox önəmlidir ki, stressi azaltmaqdan ötrü biz gözləntilərimizi aşağı tutaq. Əks halda gözləntilərimiz yüksək olanda bizə elə gəlir ki, hər şey əla olmalıdır və bizi qane eləmir və bir məyusluq yaşanır. Ona görə də bu faktor da olduqca vacibdir. Sonra stressi azaldan daha vacib amillərdən biri nədir? Yəni heç nə etməmək. Bu çox vacibdir. Yəni nəsə bir deyək ki, problem var həyatınızda, onu həll etməlisiniz. Özünüzə müəyyən qədər vaxt verin. Həmin dəqiqə o problemi həll etməyə çalışmayın. Misal üçün deyək ki, nəsə bir çətinliklə qarşılaşmısınız işdə və yaxud aranızda deyək ki, işdə sizinlə bir müdirinizin arasında bir mübahisə baş verib. Yəni bir qədər özünüzə vaxt verin. Bu 1 saat da ola bilər, 1 gün də ola bilər, 2 gün də ola bilər. Özünüzə müəyyən qədər vaxt verin. Dayanın, düşünün, fikirləşin və bu istər-istəməz imkan verir ki, siz artıq rasional qərarlar verəsiniz. Yəni birdən-birə gedib o məsələni həll etməyə çalışmaq emosiyaların hələ bir çılğın vaxtında, yəni bu stressi, əsəbi çoxaldan bir şeydir. Ona görə də özünüzə müəyyən qədər vaxt verin. Hə, beynimdədir, bu məsələni bildim, belə bir problem var və bu problemi daha sonra yavaş-yavaş həll etməyə çalışmaq. Yəni vaxt vermək, düşünmək, gözləmək, dayanmaq əslində geri çəkilmək deyil. Bu bir qədər də sürət yığıb daha da irəli getmək üçündür. Ona görə vacibdir ki, biz hər hansısa bir problemlə qarşılaşanda, çətinliklə qarşılaşanda bir qədər gözləmə mövqeyi tutaq. Yəni mən həmişə də yəni nəsə bir tapşırıq yerinə yetirərkən və yaxud da həyatımda lazım olan bir şeylər etməyə çalışarkən həmişə nə edirəm? Müəyyən qədər gözləyirəm. Yəni birinci o ideyanı daha əvvəldə dediyim kimi bir yerdə beynimin bir küncündə olur və yavaş-yavaş o ideya hərəkətə keçir. Və orada siz artıq
həmin addımı atanda, həmin problemi həll etməyə çalışanda orada müxtəlif həll variantları da çıxır. Yəni variant A nədir, B nədir, C nədir? Bunlar hamısı düşünəndən sonra artıq ən optimal kimi ortaya atılır. Yəni bu çox vacibdir ki, stressi azaltmaqdan ötrü yəni vacib olan məqamlardan biridir. Daha bir məqam nədir? Yavaş yaşamaq. Bəli, nə qədər qəribə səslənsə də biz iri şəhərlərdə yaşayırıq. Çox vaxt həyat sürətlidir və insanlar harasa tələsirlər. Biz də o dalğanın içərisində ya ictimai nəqliyyatda, ya şəxsi avtomobilimizdə təbii ki, böyük çətinliklərlə qarşılaşırıq. Çünki bu tələskənliyin içərisindəyik daim. Tez getdiniz, işə gəldiniz və yaxud da həftə sonudur harasa çıxdınız, evdən övladınızla və yaxud da özünüz tək və istər-istəməz getdiniz harasa restorana, tez yediniz, qayıtdınız. Yəni bunlar bütün bu proseslər hamısı olduqca tez baş verir və bu istər-istəməz insanı daim gərginlikdə saxlayan bir məsələdir. Çünki sürət bizim əslində sözün həqiqi mənasında düşmənimizdir. Həm maşın sürəndə düşmənimizdir təbii ki, yüksək sürətlə sürürüksə, həm də eyni zamanda real həyatda bu bizim əleyhimizə olan bir faktor kimi işləyir. Ona görə yavaş yaşamaq çox önəmlidir. Yəni hər hansı bir addım atmamışdan qabaq və yaxud da harasa getməmişdən qabaq, yəni biraz gec olsun, zərər yoxdur, 10 dəqiqə, 15 dəqiqə. Bu istər-istəməz yavaş yaşamaq insanı stressdən azad edir. Yəni məsuliyyətdən azad eləmir dediyim kimi. Ola bilər ki, yavaş olsaq, harasa gedirsək, yox. Yəni vaxtında etməkdən ötrü hər şey vaxtında etmək də önəmlidir. Amma eyni zamanda yavaş yaşamağı öyrənməliyik. Bir yemək bişirəndə və yaxud da harasa gedəndə və hər zaman alınmır. Təbii ki, hər zaman alınmayacaq bu yavaşlıq, astagəllik bir növ desək. Amma hətta belə bir kitab da tövsiyə edirəm. Milan Kundera'nın Astagəllik adlı bir kitabı var, Çex yazıçısı. Çox maraqlı bir kitabdır və o orada yavaşlamaq haqqında əslində çox danışır. Gözəl bir strategiyadır. Yəni yavaşlamaq müəyyən qədər vaxt qazanmaqdan əlavə həm də stressi azaldır, beyinə düzgün qərar vermə mesajları ötürür və bu da çox vacibdir, ürək ritmini tənzimləyir. Təbii ki, hər zaman alınmır dediyim kimi, müəyyən vaxtlarda alınır bu. Təəssüf ki, amma olsun. O müəyyən vaxtlarda, müəyyən məqamlarda yavaşlamağı öyrənin. Yəni tələsməyin bir növ. O belə bir söz var, tələsmə, tələsmə. Yəni tələsəndə insan istər-istəməz o istədiyi qərarları vermə, müəyyən stressin baskısı da olur və s. Bax bu yollar, bax bu üsullardan mən özüm illərdir istifadə edirəm ki, stressimi azaldım və tənzimləyim. Nəzərə alın həmişə stressiz mümkün deyil. Stress həmişə müəyyən qədər olmalıdır insan həyatında. Amma onu bir sıra addımlarla, bu kimi addımlarla tənzimləmək mümkündür. Sizin hansı bəs belə deyək, üsullarınız var stress tənzimləmək üçün? Onları da kommentlərdə yazın. Mən mütləq baxıb oxuyub cavab yazacağam.